Günlərdir, aylardır anonsu edilən o möhtəşəm festivala bugündən etibarən start verilir. Söhbət STEAM Azərbaycan SAF 2025 festivalından gedir. Dəyərli izləyicilərimiz, sabahınız xeyirli olsun. Biz sizi Bakı Expo mərkəzindən salamlayırıq və az sonra məhz həmin bu möhtəşəm festivalın açılış mərasimi olacaq və canlı yayımları siz birbaşa olaraq TSİ TV vasitəsilə izləyəcəksiniz. Məlumat üçün bildirim ki, bu festival artıq 5-ci ildir təşkil olunur və bu ildə öz möhtəşəmliyi ilə biz əminik ki, dəyərli izləyicilərimiz yaddaşlarınıza iz buraxacaq və ümumiyyətlə tədbirin təşkili və nə qədər insan qeydiyyatdan keçib, yəni şagird qeydiyyatdan keçib, ümumi digər suallarımızı isə yaxınlaşacaq biz cavab almaq üçün STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov. İqrar müəllim, xoş gördük siz, sabahınız xeyir. Salam. Necəsiz? Necə gedir hazırlıqlar? Valla tam bayram əhval-ruhiyyəsidir. Bu günləri bir neçə bayram əslində necə deyərlər, birlikdə biz qeyd edirik. Bu il 17 noyabr Milli Dirçəliş günüdür. Eyni zamanda bu il Azərbaycanda bilirsiniz ki, qələbəmizin 5 illiyini qeyd etdik və qələbəmizlə eyni yaşda olan bu günləri SAF-ın STEAM Azərbaycan Festivalının da 5 yaşını qeyd edirik və bu yarış öz özəlliyi ilə digərlərindən fərqlənir. Əlbəttə ki, yenə də beynəlxalq yarışdır. Həm beynəlxalq iştirakçıların sayı nöqteyi nəzərindən, həm burada iştirakçıların yarışdığı kateqoriyalar, məzmun üzrə kifayət qədər bu illəri artıq 16 əsas kateqoriya, 2 alt kateqoriya və ümumilikdə 18 kateqoriya üzrə yarışacaqlar. Bu illəri finalistlər ən çox bu il iştirak edir və bu 1400-dən yuxarı finalistlərdir. 200-dən yuxarı əcnəbi iştirakçılar olacaqlar. Hal-hazırda yarış zonalarında, yarış masalarında 20 ölkənin iştirakçısı iştirak edəcək. Əlavə olaraq jürilərlə birlikdə, xarici jürilərlə birlikdə ümumilikdə təmsilçi ölkələrin sayı 22-dir bu festivalda. Belə əlamətlər, hadisələrlə doludur və özünüz də görürsünüz ki, tam bayram əhval-ruhiyyəsi var və şagirdlərimiz, iştirakçılar necə coşqu ilə bizim bu festivala gəlirlər. Sizə çox səbirsizliklə gözləyirik və sizə də bir daha uğurlar arzuluyoruz, sizə və komandanız. Çox sağ olun, mən də öz təşəkkürümü bildirirəm. Bakı Expo mərkəzinə hazırda komandaların gəlişi davam edir. Çingiz, mən xahiş edəcəm, göstərə o görüntüləri. Artıq komandalar bəs içəri daxil olurlar. Adı nədir sənin? Mahmudzadə Cılnur. Hansı məktəb, hardan gəlirsən? Səməd Vurğun məktəbindən gəlirəm, Ağdaş rayonu. Ağdaş rayonundan gəlmirsən. Nə qəşəng maraqlı belə sənin başında çiçəklər var. Bu layihənizlə bağlıdır yəqin ki. Mənbə. Həyəcanlısan? Bəli, çox həyəcanlıyam. Həyəcanlısan. Uğurlar sənə. Təşəkkür eləyirəm. Bəli, dəyərli izləyicilərimiz, gördüyünüz kimi daha bir maraqlı, belə deyək, komandamız buradadır. Necəsən? Çox yaxşıyam, sağ olun. Siz necəsiniz? Çox sağ ol, yaxşıyam. Adın nədir, hardan gəlirsən? Mən Əvulova Əfsun VIDIX kateqoriyasında SAF yarışmasına qatılmışam və Gəncə 10 nömrəli tam orta məktəbdə təhsil alıram. Həyəcanlısan. Bəli. Özündən ağırdır. Gəl yaxınlaş bura, onu yerə qoy zəhmət olmasa. Adın nədir, hardan gəlirsən? Sirac. Acazalov Sirac, İsmail STEAM mərkəzində qatılaram SAF 2025 yarışına. Onun içərisində nə var? Biz Mars Height Rover maşın yığırıq hal-hazırda. Onu bitirmişik, indi final mərhələsində iştirak hüququ qazanmışıq və ona birazdan test mərhələlərinə başlayacağıq. Qalib olacağını inanırsan ki, qalib olacaq. Bəli. İlk dəfədir iştirak edirsiniz STEAM-də. Xeyr, əvvəlki yarışlarda da iştirak etmişəm. O zaman sənə bir xahişim olacaq. Kameramıza baxırsan və o özünə inamını ifadə elə. Necə? Məsələn, deyə bilərsən ki, biz qalib gələcəyik. Ürəyindən hansı söz keçirsə kameramıza bax de. Biz inanırıq ki, qalib gələcəyik. Və bugün eyni zamanda İqrar müəllimin də az öncə qeyd etdiyi kimi 17 noyabr Milli Dirçəliş günüdür və biz də dəyərli izləyicilərimiz xalqımızı təbrik edirik. Necə deyərlər, bugün bayrama qarışıb SAF 2025 festivalı eyni zamanda Dirçəliş günü. Bizdən isə hələlik bu qədər. Görüşmək ümidi ilə.